Salam əziz dostlar və dəyərli izləyicilər. Adət-ənənəyə sadiq qalaraq bu gün dekabr ayının 31-i Dünya Azərbaycanlıların Həmrəylik günü, eləcə də qarşıdan gələn yeni il münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edirəm. Bu təbriki hər il Bağım Əmlakın ofisindən etmək mənə çox xoşdur. Sevə-sevə bunu edirəm, çünki işimi də sevərək yerinə yetirirəm. Bu illər ərzində hədsiz dərəcədə çoxlu insanlarla tanış olmuşuq. İş onda deyil ki, kiminləsə biz tanış olduq, o bizim xidmətlərdən istifadə etməlidir, əmlak almalıdır. Elə vaxt olur ki, bizimlə tanış olurlar, lakin tövsiyə edirlər dostlarına, qohumlarına, tanışlarına. Bu mənim üçün çox qürur vericidir. Bir də görürsünüz ki, 5 ilin izləyicisi 6-cı il real bir müştəriyə çevrilir. Və elə insanların qarşısında baş əyirəm, sadiq olan insanların, Allah sizi var eləsin. 2025-ci ildə tamamlamadığınız işləri, dəyərli izləyicilər, dostlar, qohumlar, 2026-cı ildə tamamlayasınız. İşlərinizdə sizə bol uğur arzulayıram. Can sağlığı və ən əsas da firavanlıq. Bağım Əmlak Agentliyi olaraq daim işimizdə dürüstlüklə, eləcə də çalışmışıq ki, insanlara da istifadəyə verdiyimiz sayt və ya sosial şəbəkələrdəki səhifələrimiz çox hasant olsun. Bu səbəbdən də 2026-cı ildə yeni bir platforma üzərində işləyirik. Yeni bir web saytımız artıq istifadəyə veriləcək. Burada sizin üçün çox rahat bir şəkildə istifadə olacaq ki, istədiyiniz büdcəyə uyğun olan illərə avtomatik olaraq sizə sayt tərəfindən veriləcək. Məhz bu, necə deyərlər, əldə etdiyimiz uğurlar mən sizlərə borcluyam. Bir daha deyirəm, Allah sizləri var eləsin. Hər il yeni insanlarla tanışdıq, bizi daha da gücləndirir. Sizin xidmətinizdəyik, Allah sizləri var eləsin. Bir daha Dünya Azərbaycanlıların Həmrəylik günü, eləcə də qarşıdan gələn yeni ilinizi təbrik edirəm. Uğurlar olsun hamısına, görüşmək ümidi ilə.